Bura Bakının en büyük, en güzel kutular cennetidir. 28 May metrosunun yaxınlığında o kadar güzel kutular aləminə gidip düşmüşdük ki, rəfiqəmin xeyrişi üçün bizə çoxlu kutular lazım idi və biz də təsadüfən yolda gəzərkən bu mağaza ilə rastlaşdıq. Mağaza o kadar gözəldir ki, o kadar böyükdür ki, o kadar fərqli çeşidlər var ki, hansı birini çəkib göstərim bilmədim. Buradan da gördüyünüz kimi mağazada hər ölçüdə, hər rəngdə, istənilən formada qutular tapmaq mümkün idi. Hər hansı bir əl işi falan hazırlamaq üçün bu mağazaya girsəz, istənilən hər bir şey buradan tapmaq mümkündür. Və hal-hazırda o qədər endirimlər var idi ki, və o qədər yüksək məbləğdə məhsullar endirimdən çox münasib qiymətə düşmüşdü ki, yəni endirim nə ilə bağlıdır bilmədim. Gördüyünüz kimi bu kassa 8 manatdan 2 manat 90 qəpiyə düşmüşdü. Mağazada o qədər fərqli minnoş çeşidlər var idi ki, yəni mən bacardığım qədər göstərməyə çalışdım, amma hamısını tam göstərə bilmədim, çünki həm vaxtımız yox idi, həm də ki mağaza çox geniş idi. Bu mağazada həm də çox fərqli güzgülər var idi və güzgülərdə 50%-ə qədər endirimlər var idi. Bir insana hədiyyə verərkən hədiyyədən çox onun qablaşdırılması öz sözünü deyir və buradakı qutular tam da hədiyyəlik qutular idi. Bu mağazada mənim ən çox diqqətimi cəlb edən şeylərdən biri tütsüləri oldu. O qədər fərqli və qoxusu gözəl tütsülər var idi ki, yanında tütsü qabı ilə birlikdə satılanlar da var idi, təklər də var idi. Bir sözlə yolunuz 28-ə düşsə bu mağazaya girməyi unutmayın, əminəm ki peşman olmazsınız.